Salam dəyərli televiziya izləyiciləri, indiki zaman proqramı həmişə olduğu kimi mən İnqilab Şirinbəylinin təqdimatında efirdədir. İsveç səyyahı Adam Metsin belə bir fikri var. Dərsi ağ qulların ən pisi ermənilərdir. Abır həyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız deyənək və qorxu altında daha yaxşı işləyirlər. Həqiqətən də bu fikirlər ötən dövr ərzində özünü demək olar ki, tam şəkildə təsdiq edibdir və öz təsdiqini tapıbdır. Çünki ermənilər özlərinin apardığı ideoloji iş nəticəsində demək olar ki, dünyanın bütün ölkələrinə səpələnməklə orada özlərinin mənfur əməllərini həyata keçirməkdə davam ediblər. Ancaq biz bugünkü proqramımızda əslində konkret olaraq ermənilərin dünya çapında olan fəaliyyətləri ilə yox, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi və sonraki mərhələdə onların Azərbaycan ərazilərində məskunlaşdığı dövrdən sonra Azərbaycanın başına gətirdikləri oyunlardan və faciələrdən danışacağıq. Çünki ermənilərin Cənubi Qafqaza köçürülməsi və xüsusilə Azərbaycan ərazilərinə yerləşdirilməsi Səfəvilər dövlətinin zəifləməsindən sonraki dövrə, ələlxüsus 1724-cü ildə Pyotrun hakimiyyəti dövründə tam şəkildə sistemli olaraq bir ideoloji işin və konsepsiyanın tərkib hissəsi olaraq Azərbaycan ərazilərinə köçürüldü və bu ermənilərin əsas etibarilə köçürüldüyü məkanlar demək olar ki, həm Türkiyə ərazisindən, həm İran ərazisindən və digər müsəlman ölkələrinin ərazilərindən Azərbaycana köçürülməklə bu siyasətin ilkin mərhələsini onlar həyata keçirdilər və bəzi erməni tarixçilər hətta müəyyən mənbələrdə onların Cənubi Qafqaza köçürülməsi ilə bağlı fikirləri təsdiq etsələr də, amma yenə də erməni həyasızlığı nəticəsində onlar dünyanın bir çox ölkələrinə özlərinin bu torpaqlarda kökənli bir xalq olaraq yerləşməsini sübut etməyə çalışırlar və biz də irəliləyən dəqiqələrdə məhz bu məsələlərlə bağlı ətraflı müzakirələr aparacağıq. Konkret olaraq mövzumuz isə belədir: ermənilərin Cənubi Qafqaza və Azərbaycana köçürülməsi. Bu mövzu ətrafında müzakirələri davam etdirəcək və öz fikirlərini söyləyəcək ekspertləri isə sizlərə təqdim edirəm. İlqar Qasımov, tədqiqatçı, Ağdərə rayon sakini. Əbdüləziz Məmmədov, 6 saylı Yevlax şəhər tam orta məktəbin tarix müəllimi və demək olar ki, bununla bağlı kifayət qədər bilgiyə malik olan bir şəxs. Hər birinizi salamlayıram və istəyərdim ilk sualı Əbdüləziz müəllim sizə ünvanlayım. Ermənilərin Azərbaycana və o cümlədən Cənubi Qafqaza köçürülmə siyasətinin arxasında nələr dayanırdı? Birisi İnqilab müəllim, siz çox haqlı bir məsələyə toxundunuz. Ermənilərin Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürülməsi məsələsini biz bir qədər nəzər salsaq, bu çox qədim bir dövrə, belə keçmiş bir dövrə təsadüf edir. Yəni, ermənilər hələ özlərinin dövlət qurmaq ideyalarını 17-ci əsrin sonlarında etibarən reallaşdırmağa cəhd göstərdilər. Artıq 17-ci əsrin sonlarında ermənilər İtaliyada, Fransada, Türkiyədə, Rusiyada, Moskvada yaşayır və burada erməni icmaları artıq demək olar ki, həmin ölkələrdə ticarətin böyük hissəsini ələ keçirə bilmişdilər. Məsələn, təsadüfi deyildi ki, 17-ci əsrin ikinci yarısında, eyni zamanda 17-ci əsrin sonlarında Rusiyada ipək ticarətinin böyük hissəsi ermənilərin əlində cəmləşmişdi. Və artıq onlar həmin dövrdən başlayaraq öz dövlətlərini yaratmaq kimi mənfur bir ideya irəli sürməyə başladılar. Əlbəttə, bunlar ilk növbədə öz dövlətlərini qurmaq üçün Qərbin planlarına ümid bəslədilər. Yəni, onlar birinci növbədə, həmin dövrdə Avstriya imperatoruna, Florensiya krallığına müraciət etdilər. Lakin onların bu təklifləri həmin dövlətlər tərəfindən rəğbətlə qarşılanmadı və belə olduğu şəraitdə ermənilər Rusiyaya üst tutmağa başladılar. Məsələn, həmin dövrdə İsrail Ori adlı bir nəfər şəxs xüsusi nümayəndə ilə Moskvaya gəlir, Rus çarı 1. Pyotrun qəbulunda olur. O Rus çarı 1. Pyotra gələcəkdə erməni dövləti yaratmaq, eyni zamanda bu dövlətdən Osmanlı dövlətinə qarşı istifadə etmək ideyasını irəli sürür. 1. Pyotr həmin dövrdə ermənilərin bu sualına dəqiq cavab vermir, ancaq onların təklifini rədd etmir. 1. Pyotrun onların sualına cavab verməməkdə əsas səbəb ondan ibarətdir ki, həmin dövrdə Rusiya şimal müharibəsinə qoşulmuşdu və Rusiya İsveçlə müharibə aparırdı. Ancaq artıq 18-ci əsrin əvvəllərində 1704-cü ildə Rus çarı 1. Pyotr tərəfindən ermənilərin bu təklifi qəbul edildi. Yəni, həmin dövrdə Rusların Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə köçürülməsinin əsas deməli ilkin əvvəli 17-ci əsrin sonu 18-ci əsrin əvvəllərindən qoyulmağa başlamış və təsadüfi deyildir ki, zaman-zaman vaxt keçdikcə həmin məsələ reallaşmağa başladı və 1724-cü ildə Rus çarı 1. Pyotr ermənilərin köçürülməsi haqqında fərman imzaladı. Lakin 1725-ci ildə 1. Pyotrun qəflətən vəfat etməsi həmin dövrdə bu planın həyata keçirməsinə maneçilik törətdi. Yəni, burada gəlməkdə əsas məqsəd Cənubi Qafqaza yerləşmək və burada deməli gələcək bir erməni dövləti yaratmaq planlarından ibarət idi. Əlbəttə, bu özgəsinin torpağını işğal etməz və mənfur bir plan idi. Məqsəd Cənubi Qafqaza gəlmək və burada erməni dövlətinin əsasını qoymaq və erməni dövləti yaratmaq.
Rusiyanın da maraqları həmin erməni dövlətindən Osmanlı dövlətinə qarşı istifadə etmək məqsədini gidiyordu. Təşəkkür edirəm. Mən tamaşaçıların diqqətini onda çatdırım ki, əslində biz bugünkü proqramımızda həm tarixə nəzər salmaqla yanaşı, o cümlədən yaxın dövrümüzə də bir nəzər salacağıq və bizim proqramda iştirak edən İlqar müəllim də əslində yaxın dövrdə ermənilərin Azərbaycanlılara qarşı olan münasibətini və ermənilərin müəyyən mənada xüsusilə 60-cı illərdən sonra Azərbaycanda həyata keçirdikləri özlərinin ideoloji fəaliyyətləri və ideoloji planlarından danışacaq. Çünki İlqar müəllimin əlində də maraqlı faktlar var və ən önəmli məsələlərdən biri İlqar müəllim. Ermənilərin demək keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi kimi ərazisinə daxil olan Ağdərə rayonunda onların özlərinin Ağdərə ərazisinə, ümumiyyətlə Azərbaycan ərazisinə köçürülmələri ilə bağlı bir abidə ucaldıblar və hal-hazırda Tərtər rayonunun deməli Marağa kəndi ərazisində və həmin abidə ilə onlar bir daha əslində özlərinin iç üzlərini açmış oldular. Onlar bir daha o abidəni qoymaqla və o əraziyə 1978-ci ildə 150-liyini keçirməklə, o ərazilərə köçürülmələrinin 150-liyini keçirməklə bir daha əslində sübut elədilər ki, bəli, ermənilər Cənubi Qafqazı və xüsusən də Azərbaycan ərazilərinə köçürülüb gəlmə xalqlardır. İstəyirəm onunla bağlı fikirlərinizi bilək. Çox gözəl, çox sağ olun, minnətdaram dəvət üçün. Həqiqətən də müəllimimiz də, hörmətli müəllimimiz də bayaq qeyd elədi. Bizim əlimizdə bu saat elə tutarlı tarixi faktlar var ki, şükürlər olsun ki, hələ onun Azərbaycana gətirilməsi də bugünkü gündə davam edir. O tarixi faktlar, sübutlar bir daha təhrif olunmaz şəkildə bəyan edir bütün dünya ki, doğrudan da ermənilər bizim əraziyə gəlmədirlər. Hətta onların mərkəzi şəhəri, hörmətli müəllimimiz bayaq qeyd elədi, İrəvan şəhərinin əmələ gəlməsi, onların təşəkkür tapması, təbiidir ki, İrəvanqulu xanın Şah İsmailin göstərişi ilə 1506-cı ildə onlar o şəhəri salmışdılar, amma şəhərin 2750 illiyini 1965-ci illər onlar qeyd elədilər. Bizim də ora bir nümayəndə heyəti getmişdi. Təəssüflər olsun ki, onlar orada qeyd elə bilmədilər ki, bu şəhər yalnız 450 il bundan əvvəl salınıb. Amma mən bayaq siz qeyd elədiyiniz əlimizdə olan tarixi fakt nədən ibarətdir? Təəssüflər olsun ki, bu tarixi faktda bugünkü günə qədər düzdür, diqqəti cəlb eləyir, amma lazımı qədər yox. Tarixi fakt ondan ibarətdir ki, həqiqətən Tərtər rayonu ərazisində indi Şıxar adlandırılan qəsəbədə Marağa kəndi olub, yəni 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra İranın Marağa şəhərindən köçürülmüş ermənilər köçürülüb Dağlıq Qarabağ ərazisinə, onlar Marağa kəndində məskunlaşıblar və bu abidəni qurublar. Abidə bax budur, şəkildə görünür. Siz diqqətlə fikir verin. Mən onda körpə uşaqdım, boğazımda pioner qalstuki var idi. Atam mənim əlimdən tutmuşdu, atam mənim müəllimim olub, o ziyalı idi. Bax gördüyünüz bu abidə, yəni Marağa 150 sözü yazılıb ermənicə burada. Marağa kəndinin girəcəyində şosсе yolunun üstündədir, Ağdərə yolunun üstündədir. Onların o vaxt görkəmli nümayəndələri Samvel Mamunsudur, Badunsudur, sonralar Rayon Partiya Komitəsinin birinci katibi oldu. Böyük təmtəraqla, belə şənliklə qeyd edirdilər ki, onlar Azərbaycan xalqına minnətdardılar ki, burada yerləşdikləri, yaşadıkları 150 il çörək yedikləri bu torpağı onlara biz pay vermişik. Yəni qonaq kimi qəbul eləmişik. Bu abidəni də qoymuşdular. Sonra artıq 88-ci il hadisələrindən sonra siz bu ikinci şəkili görürsünüz. 90-cı illərin ərəfəsində bunlar həmin abidənin üstündə ağ çaydaşlarından olan Marağa 150 sözlərini pozdular. Çox təəssüflər olsun ki, həmin abidə bəzilərimiz tərəfindən unudulub. Amma abidə bu gün də durur, müəllim. Abidə bu gün də bərpa olunmasına ehtiyac var. Abidənin qalıqları bu gün də qalıb. Özdə ermənilərin işğal altında yox, bizim ərazimizdədir. Yəni Tərtər şəhərindən 6 dəqiqəlik yoldur. Mən çox istəyərdim ki, tarixçilərimiz diqqət nəzərlərini belə bir şeyə cəlb eləsinlər. Mən bilmirəm, adını çəksəm nə dərəcədə doğru olar, amma çəkməsəm də özümdən inciyərəm. Hər halda konkret ad çəksəniz yaxşı ki, bizim bəzi tarixçi alimlərimizin bu abidənin harada yerləşməsindən belə hələ xəbərləri yoxdur. Onda mən çox üzr istəyirəm. Ötən həftə ictimai televiziyada bu hər iki foto haqqında məlumat verildi. Və onlar bildirdilər ki, Ağdərə ərazisindədir. Mən bildirmək istəyirəm, tamaşaçıların nəzərinə çatdırıram ki, Tərtər, Ağdərə şosesinin üzərində, Tərtər şəhərindən 6 dəqiqəlik yoldadır. Ağdərə rayonunun statusu 1992-ci ildən ləğv olunub, ərazi Tərtər ərazisi sayılır və abidə həmin ərazidə mövcuddur. İkinci,
Dəfələrlə Tarix İnstitutunun əməkdaşları həmin abidənin işğal altında olduğunu bildirirlər. Lakin mən yenə təkrar edirəm, abidə bizim ərazimizdədir. Onu kim ziyarət eləmək istəyirsə, kim görmək istəyirsə və bu tarixi həqiqəti, ən belə tutarlı faktı görmək istəyirsə, gözlüyünə buyurub gəlib. Həmçinin həmin o abidə kompleksi ilə bağlı məlumatların bugün dünya çapında yayılmasına çox böyük önəmi var. O baxımdan ki, biz informasiya müharibəsində, ideoloji işdə bugün gəlin etiraf eləyək ki, müəyyən sahələrdə ermənilərə uduzuruq və bu faktın özünü gündəmə gətirməklə bir daha ermənilərin Azərbaycan ərazilərinə köçürülmə xalq olduğunu təsdiq eləmiş olar. İlqar müəllim çox vacib məqamlara toxundu. Mən tamaşaçının diqqətini onda çatdırım ki, elə bu dəqiqələrdə bizim proqramın növbəti bir qonağı da olacaqdır. Bu çox sizin də yaxından tanıdığınız və hər zaman El televiziyasında vacib müzakirələrdə iştirak eləmiş Səyyaf Sədnikoğludur. Tarixçi, etnoqraf, alim Səyyaf müəllim, buyurun. Xoş gəlmisiniz. Əyləşin. Qeyd edeyim ki, Səyyaf müəllimin də ermənilərin Azərbaycana köçürülməsi ilə bağlı çox maraqlı fikirləri var və müəyyən tarixi məqamlar var. Digər tərəfdən bugünə qədər səslənməyən məqamlar var ki, Səyyaf müəllim irəliləyən dəqiqələrdə həmin o fikirləri deməli tamaşaçılara təqdim edəcək və bir daha mənfur ermənilərin köçürülmə siyasətindən sonrakı fəaliyyəti ilə bağlı və burada tarixin bəzi gizli məqamlarına da aydınlıq gətiriləcək. Səyyaf müəllim, elə yeri gəlmişkən bu dəfəki sualımı sizə ünvanlayacağam. Biz proqramın əvvəlində də sizə məlum oldu kimi ermənilərin Azərbaycana köçürülmə siyasəti və sonrakı mərhələdə Sovet dönəmində də bu siyasətin hansı formada təbliğ olunmasına bağlı müəyyən məlumatlar verildi. Amma mən istərdim biz diqqəti daha çox yönəldək ermənilərin Cənubi Qafqaza və Azərbaycana köçürülmə siyasətinin başqa bir tərəfinə. Siz necə düşünürsünüz? Ermənilərin Cənubi Qafqaza və Azərbaycana köçürülməsinin arxasında dayanan əsas faktor Cənubi Qafqazın etnik tərkibinin dəyişdirilməsi idi, yoxsa əslində bu siyasətin arxasında dırnaqarası Böyük Ermənistan dövlətinin gələcək konturlarının cızılması dururdu? Bu söhbətə gəlməzdən əvvəl biz Osmanlı Türkiyəsinin o dövründən söhbət salmalıyıq, çünki hər bir şey buradan başladı. 1890-cı ildə Daşnaqsütun Partiyası yaradıldı. Artıq Osmanlının tənəzzülə uğrayacağı Avropada layihəsi çəkilmişdi. Bu işin də başında İngilislər dayanırdı və bu işə İtalyanlar da, Fransızlar da, o cümlədən Ruslar da qarışmışdı. Hətta Yunanlara da, sonunda da ermənilərə belə bir təklifdə bulundular ki, Osmanlı ərazisi parçalandıqdan sonra o torpaqlar içərisində kiçik dövlətlər yaratsınlar. Bu zaman ermənilərə də söz verilmişdi və Türkiyənin şərq hissəsindən 11 vilayəti ermənilər artıq gözaltılamışdı ki, burada Ermənistan dövləti quracaqlar. Onda nə Qafqaz, nə İranda erməni dövləti qurmaq haqqında heç söhbət yox idi. Və bunlara tapşırıq verildi ki, siz o ərazilərdə azsınız, ətrafınızda türk kəndləri çoxdur. O dövləti qurmaq üçün ən azı oradakı əhalinin 50-yə 50%-də dayanmalısınız. Ona görə də erməni çətələri, quldur dəstələri yaradıldı. 96-cı ilə qədər kütləvi surətdə türklərin demək o şərq hissəsində, unudulan hissəsindəki ucqar kəndləri dağıtmağa başladılar. 1896-cı ildə Əbdülhəmid oradan bu erməni daşnaq quldur dəstələrini qovdu. Onlar Qafqaza gəldi. Qafqaza və İrana, Cənubu İrana Səlmas-Urmiya ərazisini keçdilər. Biz hələ bilirsiniz, Səlmas-Urmiya məsələsini, İrəvan məsələsindəki soyqırımları çox təəssüf ki, bugün tariximizdə açıqlamırıq. Mən də onlara gələcəm. Bunlar bu əraziyə gələndən sonra və bunları Ruslar Aranla dağ arasında kəndlər kimi yerləşdirdilər. Yəni, dağcam əhali heyvandarlıqla daha çox məşğul olduğu üçün 6 ay Aranda, 6 ay yaylağa gedərdilər, dağa gedərdilər. Bunların arasında bu erməni kəndləri bunların həm izlənməsində, həm şəhərlə dağ köylərinin əlaqəsinin zəifləməsində böyük rol oynuyordu. Onlar nəzarət məntəqələri idi. Rusların haradasa orada dayaq nöqtələri idilər. 1896-dan 1905-ci ilə qədər Gəncədə Qalitsin adlı, Gəncədə də yox, Ümumi Qafqazda bir canişin vardı. Bu erməniləri heç sevməzdi. Ona görə də ermənilərin işlədiyi bu məmurların çoxunu işdən çıxardıb yerinə müsəlmanları götürürdü. Lakin 1905-dən sonra Nakajidzenin Qafqaz canişin olması və sonradan ermənilərə üstünlük verilməsi, ermənilərin silahlandırılması, bizim əhaldən tədricən silahların yığılması. İkinci təklif bunlara belə oldu. Bunu Rusiya verdi. Qacarlar hakimiyyəti o zaman çox zəifləmişdi.
nəinki ölkəni, paytaxtı da idarə edə bilmirdilər. Və belə bir vəziyyətdə Rusiyada Qacar hökumətinə 29 milyon o zaman pul ödəmişdi. Çünki xəzinə boşalmışdı, vəziyyət çətin idi. Bunun əvəzində kömürlük xidmətini öz nəzarətinə götürmüşdü. Eyni zamanda güya İranın Osmanlıdan gələn təhlükəsini qoruyacaq deyən Osmanlı ilə İran arasında Ermənistan yaratmaq məsələsini qoymuşdu. Bu da Urmiyanın Səlmasa düşürdü ərazi. Burada 20 mindən ibarət bunlar erməni ordusu düzəltdi. Bu erməni ordusunun tərkibində 72 fransız, 128 də Rus zabiti olmaqla bu Urmiya və Salmasda bütün kəndləri qırıb boşaltmağa başladılar. 150 minə qədər adam qırdılar. Biz indi Mart qırğında 30 min adı çəkirik. 150 min orada bizim milləti qırdılar bunlar. Və bu ərəfədə orada bir Kazımxan var. İndi Urmiya gölünün kənarında 200 metr hündürlüyündə bir Qırxlar daşı deyirlər. O daşın üstündə Qırxlar qalası var. O qala indi Kazımxan daşı, Kazımxan qalası adlandırılır. O Salmasda, demək, Quşçu qəsəbəsində bir qəhvəçidir. O 300 nəfər özü kimi dəliqanlı yığdı. Yəni o ərazidə Urmiya və Səlmas ərazisində 300 nəfər bircə bunlar qalmışdı. O qalaya çəkildilər. Qalanın da göldən bircə yolu vardı. O da qayıqla gəlməkdir, cığırla qalxmalı idi. O zaman Osmanlıdan Məhəmməd Əfəndi onları oradan silah gətirərdi. Sonunda bu adam 22-ci ildə öldü. Rıza Pəhləvi hakimiyyətə gəlmək istəyəndə Rıza Pəhləvi də ona köməklik eləmişdi. Top, başqa silahlar vermişdi, mübarizə aparsın. Sonunda Rıza Pəhləvi şah taxtını yiyələnmək istəyəndə o onu qəbul eləmədi xanadanını. 6 ay üzbəyüz dayanandan sonra qumbara əlində partladı, öldü və bunun da o mübarizəsi dayandı. Bu zaman 1917-ci ildə biz bu faktı, yəni 18-dən qabaq olmuş hadisədir, Manuxyanın sərkərdəliyi ilə Yerevan mərkəz olmaqla Yerevan ətrafında 211 kənddən 300 minə qədər adamımızı qırdılar. Bu böyük bir tarixi faciədir. Çox təəssüf edirəm. Məsələn, 18-ci ildə bizdə fikirləşirlər ki, nətər oldu ki, biz İrəvanı onlara güzəştə getdik. Yəni, o zaman onların arxası deyir, arxalı köpək qurt basar. O qədər güclü idi ki, bizdə də bilirsiniz, biraz bu Bakıdakı 26 Bakı Komissarının hakimiyyəti adamları çaş-baş qoydu. Sonra Nuru Paşanın komandanlığı altına gələn Türk İslam ordusu bizim qərb zonasının dəliqanlılarını da başına yığdı. Getdi ki, Bakını azad elədilər. Orada qurulan hakimiyyətin özünün də tərkibi çox qarışıq idi. Bunun içində hər cür fraksiyalardan adamlar var idi, ermənilər də o cümlədən. Və bunlar da ürəkləri Azərbaycanla döyünsə də, az müddət Azərbaycan üçün çox böyük işlər görsələr də, ancaq yerlərdə dayaqlar zəif idi, torpaq islahatı keçirilə bilməmişdi, kəndliləri öz tərəfinə çəkə bilməmişdilər, əhalinin çox silahları yığışdırılmışdı, əhali sadəcə olaraq biraz çox mühiti vəziyyətdə, kasıb, aclıq vəziyyətində idi, sapadajlar çox idi və sonunda da o məlum məsələdir ki, Türkiyədə Respublika Cumhuriyyətinin elan olunması, Atatürkün müəyyən güzəştləri, o cümlədən Türkiyəyə kömək adına gələn 11-ci Qızıl Ordunun mərkəzə girməsi, Azərbaycan hərbisindəki komandanlığın Bakıdan qoşunu çəkib Qarabağa güya Andronikin qabağına göndərməsi, bütün bunların hamısı nəticədə Türkiyə ərazisində yaratmaq istədikləri, sonra İran Türkiyə ərazisində yaratmaq istədikləri və baş tutmayandan sonra sonunda Azərbaycan ərazisində yaradılan Ermənistan dövlətini meydana gətirdi. Ermənilər, mən belə deyərdim də, Osmanlı ərazisində, İran ərazisində, lap bizdə də əvvəllər olanda, o bizim ailəmizin içində böyümüş yaramaz bir uşağımızdır. Yəni, erməni xüsusi olaraq böyük bir xalqdır, böyük millətdir, bir ənənəvi tarixi olan millətdir, dövlətçiliyi olan millətdir. Bunun bir kilsəsi var. Biz də həmişə müqəddəs yerlərə əl uzatmamışıq heç zaman. Heç zaman ağlımıza gəlməyib ki, bu kilsələrdə silah gizlədilə bilər, bu kilsələrdə fitnə fəsadlar yaradıla bilər. Bunu biz sonralar bildik. Yəni, Sovet hökuməti də qurulandan sonra, sonrakində bu 91-ci ildə ki, biz artıq müstəqiliyimizi qazandıq, 88-də başlayan bu ermənilərin eləməsi, o Dağlıq Qarabağ məsələsinə əlaqədar yaratdığı pozuluq hərəkatından sonra biz ki, bu qədər qarşı durmaya gəldik. Bu zaman bizə tarixin bir çox yönləri məlum oldu. Ümumiyyətlə, ermənilərin Sovet dönəmində də işlər nə idi? Azərbaycanın irəli gedən ziyalılarını bütün sahələrdə, istər hərbi sahədə,
istər səhiyyə sahəsində, istər maarif sahəsində, bütün tarix sahəsində bunlar hamısı bunları məhv eləməklə məşğul oldular ki, bunlar bu xalqı başa salmasınlar. Bizim əsər yazan adamlarımızın əksəriyyətini sözündən döndərəməyəndə məhv elədilər. Hansı ki da sözündən döndü ki, gedim elmlər, namizəd elmlər doktoru alım ki, erməni bunu senzuradan keçirdəcək, onları buraxdılar qabağa. Onlar da ölənə qədər xalqa söz deyənmədi. Mən onların çoxunu söhbətlərinə qulaq asırdım, daldaya danışırdılar. Bir nəfər, iki nəfərə. Ümumi xalqa çıxıb cəsarət edib söz deyə bilmirdilər. Və bütün bunları onlar ustalıqla elədilər. Amma biz ürəyi geniş xalq edik. Məsələn, Urmiya Səlmasda da ermənilər gələndə cəmaət onları qonaqpərvərliklə qarşıladı. Heç ağıllarına gəlmirdi ki, böyürlərinə sığışanlar bunları səhər qıracaqlar. Və sonra bizim ərazilərdə Gəncə ətrafına gələnlər də, Qarabağ ətrafına gələnlər də, Bakıya gedib yığışanlar da, vallahi hamısını biz qonaqpərvərliklə qarşıladıq. Heç vaxt ürəyimizə gəlmədi ki, yer yurt verdiyimiz adamlar belə bir iş törədərlər. Məsələn, o Kolumb var, indi tərifləyirlər, bu Kolumb özü çox banditdir də, özü quldurların ən alçağıdır. Amerikaya gedəndə özü deyir ki, hindular bizi öz yatacaqlarını verdilər, çadırlarını verdilər, özləri çöldə yatdılar, qonaq elədilər. Mən 500 silahlı olsa bunları qırardım. Görün, nə qədər yəni bunun içərisi xəbisi ilə doldu. Ermənilər də bu cür hərəkət elədilər. Və bu cür bədbaxtlıqla da siz elə bilməyin ki, bu gün Ermənistan adlı özlərinə bir dövlət düzəldiblər, doğrudan onlar bir dövlətdilər. Yazıq millətlər, bədbaxt millətlər, bəşəriyyətə zid millətlər. Əvvəl-axır onları bəşəriyyət yenə yerinə qaytaracaq, yenə qoltuqlarda yaşayacaqlar. Çünki onlar ona məhkumdular. Ondan yuxarıya getməyə nə qabiliyyətləri var, nə zəkaları, ağılları var, nə də dünyaya, bəşəriyyətə yaraşan xasiyyət, xüsusiyyətləri var. Çox sağ olun, təşəkkür edirəm. Məlumat üçün bildirim ki, Türkmənçay müqaviləsinin tərkib hissəsi olaraq və bu müqavilənin nəticəsi olaraq o zaman deməli ermənilərin Azərbaycan ərazilərinə köçürülmə siyasətinin tərkib hissəsi olaraq 40 min erməni və Ədirnə müqaviləsinin şərtlərinə uyğun olaraqsa 90 mindən artıq ermənilər Azərbaycan ərazilərinə köçürdü. İstərdim Əbdüləziz müəllim, siz bu sualı cavablandırırsınız. Türkmənçay müqaviləsinin mənfur köçürülmə siyasətindəki rolu nə dərəcədə o proseslərə öz təsirini göstərdi və ümumiyyətlə bu müqavilənin nəticəsi saymaq olardımı? Yekunda bayaq qeyd elədiyim sayda ermənilərin Azərbaycan ərazisinə köçürülməsi. Bilirsiniz İnqilab müəllim, ermənilərin Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürülməsi əvvəlcə qeyd etdiyim kimi böyük bir tarixi prosesi təşkil edir. Yəni hələ 1828-ci ildə Türkmənçay müqaviləsi imzalanan dövrdə, yəni 1826-cı il 2-ci Rusiya-İran müharibəsi İran dövlətinin məğlubiyyəti ilə bitdi. Və 1828-ci ildə İranla Rusiya dövləti arasında Türkmənçay müqaviləsi bağlandı. Və həmin müqavilə bağlanan zaman Türkmənçay müqaviləsinin 15-ci maddəsinə həmin dövrdə İranda yaşayan ermənilərin Azərbaycana köçürülməsi haqqında maddə daxil edildi. Eyni zamanda İran dövləti məğlub bir dövlət kimi həmin öhdəliyin yerinə yetirilməsini öz üzərinə götürdü. Və digər tərəfdən 1829-cu il Türkiyə-Osmanlı, yəni Rusiya müharibəsində Osmanlı dövləti məğlubiyyətə uğradı və Ədirnə sülhünə əsasən Türkiyə ərazisindən xeyli miqdarda ermənilərin Azərbaycana köçürülməsi nəzərdə tutulurdu. Və qeyd edilmək lazımdır ki, Türkmənçay müqaviləsinin bağlanmasında Rusiya tərəfindən Rus çar generalı Paskeviç, eyni zamanda Rus yazıcısı Qırbayedov iştirak eləmişdi. Və bir faktı qeyd etmək lazımdır ki, Türkmənçay müqaviləsinin imzalanmasında, həmin müqavilənin eyni zamanda layihəsinin hazırlanmasında Qırbayedov çox fəal rol oynayıb və verilən tarixi məlumatlara görə Türkmənçay müqaviləsinin 12-ci, 14-cü, 15-ci maddələri, 15-ci maddəsi sırf deməli Qırbayedovun deməli xüsusi deməli təşkil etdiyi plan əsasında hazırlanmışdı və həmin maddədə ermənilərin İran ərazisindən bütün deməli daşınan əmlakını satması, heç bir gömrük haqqı ödəmədən Cənubi Qafqaza gətirilməsi, eyni zamanda daşınmaz əmlakının satılması üçün 5 illik bir vaxt müəyyən edilməsi həmin dövrdə İran dövlət məmurlarının üzərinə bir vəzifə kimi qoyulmuşdur. Bəli, bu proses həmin dövrdə Rusiyanın deməli İrandakı səfiri Aleksandr Qırbayedov tərəfindən həyata keçirildi. Ermənilərin İrandan Rusiyaya köçürülməsinə birbaşa Qırbayedov özü rəhbərlik edirdi. Bu çox fəal şəkildə, planlı şəkildə aparılırdı və biz bunun üçün çox uzağa getməyək, tarixi bir statistikaya müraciət edək. Statistik məlumata görə 1828-ci il Türkmənçay müqaviləsi imzalanadək həmin dövrdə İrəvan xanlığı ərazisində 69.948 nəfər əhali yaşayıbdı. Həmin əhalinin 71.3%-ni Azərbaycanlılar təşkil edibdi, 28.7%-ni isə ermənilər təşkil edibdi. Ancaq 1828-1832-ci ildə və ondan daha sonraki dövrdə deməli burada yaşayan deməli İrandan və Türkiyədən
İrandan bura 23 min nəfər, Türkiyədən isə deməli 22 min nəfər erməni köçürülmüş. Və gördüyümüz kimi, yəni işğaldan sonraki dövrdə köçürülən əhalinin sayı, İrəvan xanlığına köçürülən əhalinin sayı əvvəlki əhalinin 90%-ni təşkil edibdir. Və bir faktı qeyd etmək lazımdır ki, bəli, bu köçürmə Çar Rusiyası tərəfindən çox böyük müvəffəqiyyətlə həyata keçirilibdir. Yəni orada demoqratik inkişaf yoxdur. İrəvan xanlığı ərazisində erməni əhalisinin sayı mexaniki yolla artırılıbdır. Və əlbəttə sonraki dövrlərdə bu mərhələ-mərhələ həyata keçirilib, xüsusilə 1877-78-ci il Rus-Türk müharibəsində yenə Osmanlı dövlətinin məğlubiyyətə uğraması və sonraki dövrlərdə deməli erməni əhalisinin Cənubi Qafqazda, yəni Azərbaycan ərazisində yerləşdirilməsinin sayı artırmış. Bu özünü nədə tapdı? Bəli, bugünkü Ermənistan dövlətinin qurulması, yenə dediyim kimi, əvvəlcə hansı formada oldu? 1828-ci ildə erməni vilayəti yaradıldı, 1840-cı ildə erməni vilayəti ləğv edildi və həmin dövrdə deməli bu İrəvan qəzası kimi deməli Gürcistan İmret quberniyasının tərkibinə daxil edildi. Və 1849-cu ildə Çar 1-ci Nikolayın fərmanı əsasında İrəvan quberniyası təşkil edildi. Artıq 1849-cu ildə İrəvan quberniyası təşkil edilərkən erməni əhalisi sayı burada sürətlə artmağa başlayır. Yəni bununla da bugünkü, yəni heç bir əsası olmayan Ermənistan dövlətinin yaradılmasının əsası qoyuldu. Bəli, Türkmənistan müqaviləsi, Ədirnə sülh müqaviləsi, ermənilərin Azərbaycana köçürülməsi və bugünkü Ermənistan dövlətinin yaradılmasında çox böyük və mühüm rol oynamış oldu. Əlbəttə ki, həmin dövrdə Azərbaycan sərhədləri Çar Rusiyası tərəfindən zorakı dəyişikliyə məruz qaldı. Çox sağ olun. İlqar müəllim, siz Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yaşamış bir insan kimi istəyərdim bu sualı cavablandırasınız. Ermənilərin millətçi partiyaları, istər Sovetlər dönəmindən əvvəl onların müəyyən mənada o ideoloji işlər, xüsusilə də son illərdə onların millətçi partiyaları özlərinin bu çirkin ideoloji işlərini davam etdiriblər və siz bayaq da qeyd elədiniz ki, ən azından Marağa abidə kompleksi ilə onlar əslində onların dili ilə desək bir səhvə yol verdilər, bu abidəni qurdular və bir daha özləri öz dilləri ilə təsdiqlədilər ki, bəli, onlar Cənubi Azərbaycandan Şimal Azərbaycana köçürülüblər. Yəni o torpaqlardan köçürülüblər Azərbaycan ərazilərinə. Bəs həmin o millətçi partiyalar sonradan bax bu proseslərə hansı formada don geyindirdilər və özlərinin fəaliyyətlərini hansı istiqamətdə qurdular? Bilirsiniz, onlar tarixin lap yaranışı dövründən indiki günə qədər, elə bu gün də daxil olmaqla, öz işlərini yaltaqlıq siyasət üstündə qurublar. Bayaqlar müəllimlər də qeyd elədi. İndi deyək ki, 1660-cı il avqust ayının 28-də birinci Rus şarı, demək ki, Aleksandr Mixayloviçə, onlar bir qızıl taxt bağışlayıblar. Orada 398 ədəd almaz qaş da var. 18 minə qədər firuzə qaşı var, demək 1298 ədəd yaqut var, fil sümüyündən düzəldilmiş 22.599 manat o dövrün puluyla qiymətli şeylər. Sizin dediyiniz o millətçi partiyalar bugünkü günlər, indiki bizim dövrümüzdə, bu 20-ci əsrin sonu, 21-ci əsrin əvvəli, lap deyək 19-cu əsrin sonları, belə pul vermələr yolu ilə, yaltaqlanmalar yolu ilə, Ruslara qılıqlanmaq yolu ilə. Onlar öz ideologiyalarını qurmuşdular, siyasətini qurmuşdular. Onlar yüksək dairələrdə, yüksək hakimiyyət orqanlarında vəzifə tutmaqla öz ideologiyalarını daim həyata keçiriblər. Elə bugünkü gündə də onlar istəyirlər ki, bir Dağlıq Qarabağı qanunu bir dövlət şəklinə salalar və onu salmaqdan ötəri hansı don geyirlər, o bütün dünya bəllidir, ancaq bir nəticə əldə edə bilmirlər. Bütün bunlara qarşı da siz necə düşünürsünüz? Bizim hazırki ideoloji işimiz, bizim hazırki informasiya sahəsindəki, necə deyirlər, o apardığımız savaş yetirmir ki, bugün biz ermənilərin müəyyən faktlarının yerində oturda bilək. Belə baxanda bir atalar sözümüz var, bizim deyir, keçənə güzəş deyərlər. Artıq bu keçənə güzəş sözünü tamamilə yığışdırmaq lazım. Elə şükürlər olsun da ki, yığışdırırlar yavaş-yavaş. Diasporamızda onlara qarşı güclü fəaliyyət aparır. Elə insanlarımız da biraz ayıq-sayıqdılar. Artıq demək olar ki, mənim şəxsi qənaətimdir. Mən belə fikirləşirəm ki, bəli, lazımı gələndə ermənilərə lazımı yerdə, lazımı cavab verib onu oturtturmağa biz qadirik. Çox sağ olun, minnətdaram. Səyyah müəllim, bayaq çox vacib məqamlara toxundunuz, amma mən istəyərdim biraz fikirləri başqa bir istiqamətə yönəldim. Siz necə düşünürsünüz? Osmanlı imperiyasının özü, onların ərazisində vaxtilə məskunlaşmış ermənilərin hazırki Azərbaycan ərazisinə köçürülməsində nə dərəcədə maraqlıydırlar və bunlar həmin bu köçürülmə siyasətinə belə deyək də müəyyən mənada dəstək verməklə
hansı, belə deyək, öz, necə deyərlər, maraqlarını güdürdülər? Birincisi, Çar Rusiyası, bayaq müəllim danışdı, ona görə biraz azca əlavə eləmək istəyirəm. Birincisi, Çar Rusiyası Azərbaycan ərazisinə həm erməniləri, həm almanları, həm Malakan, Duxaborları köçürdü. Məqsəd onların burada dövlətini yaratmaq deyildi ilkin olaraq. Məqsəd burada sadəcə xristiyanların sayını artırmaq və müsəlmanları nəzarət altında saxlamaqdır. Məsələ, burada iki millət özünü çox yaxşı apardı. Malakanlılar bizlə o qədər qaynadı qarışdı ki, biz onların Pasxa bayramlarında hətta müsəlman olsaqda iştirak edirdik. Eyni zamanda Malakanlardan qız da alırdıq. Amma Malakanlar ermənilərə qız vermirdilər, bunu da bilin. Düzdür. İğrənirdilər və Malakanlar sayəsində buradakı Rus qubernatorları ermənilərdən artıq üz döndərmişdilər. Bu sonraki siyasətdir. 1905-dən sonrası siyasət, ona qədər burada hələ erməni siyasəti yoxdur. Və burada baş qaldıran ermənilər də bizim qaçaqlar yaxşıca oturtururlar yerinə. Qaçaq Gülsümdür, sonra Qandal Nağıdır, vaxtı ilə Kərəmdir, sonra Dəlalıdır. Bunlar hamısı və Gəncədə də Nəsib bəy Yusif bəylinin başçılıq elədi Türk Ədəmi birliyi ki var idi. Sonradan onlar elə Sovet hökumət Kerenski dövründə belə Gəncədə hakimiyyəti ələ almışdılar və ermənilərlə bərabər silahlanmış erməni tərəfi ilə bizimkiləri də silahlandırıb şəhərdə nəzarət postları yaratmışdılar. Bu bir. İkincisi, bunların içərisində olan almanlar bizə çox, deyək ki, kənd təsərrüfatı mədəniyyətini gətirdilər. Əkinçilik, bağçılıq mədəniyyəti gətirdilər. Onlar eyni zamanda buxar dəyirmanları, yeni texnologiyalar gətirdilər, çıxartdılar bura. Avropa ilə bizim əlaqələrimizi düzəltdilər. Məsələ, Gəncədə bu gün onların tikdikləri sinematograf, dram teatr binaları, bank binaları durur və istifadə də olunur. Onlar çox yüksək mədəni sürətə bizdən dostluq elədilər. 1915-ci ildə birinci Böyük Vətən müharibəsi başlayanda Gəncədə yaşayan bütün almanları köçürdülər Ruslar. Onların evinə qiymət qoydular. Ən ucuz ev 20 qızıl, ən bahalı ev 40 qızıl. Bir şərtlə ki, Alman içəridən heç nə götürmədən çıxacaq. Gəncə əhalisi ona yaxın durmadı ki, mirəsdir, düzdür, ermənilər o evləri yiyələndilər. Yəni, erməni siz bu xüsusiyyətini də bilin, ha. Bunlar tarixdir. Türkiyə heç zaman ermənilər qovmadı. Mən sizə yenə 1896-cı ildə Əbdülhəmid ki, o kəndlərdə qırğınlar aparan qaçaq quldur erməni dəstələri vardı. Onda Yunan çətələri də var idi, Suryanilər də var idi. Onları ki qovdu, onlar gəldi Qafqaza işləməyə. Onlar yenə burada hələ dövlət məsələsi nə iş görürdülər? Bayaq müəllim də bir maraqlı söz dedi. İranın maraqasından gələn erməni gəlməyib, qovublar. Ermənilər demək ki, İranda 150 min adamımızı qırıblar. Qovulub gələn gəldiyi yerə maraqadır verir. Niyə verir? Gələcək tarixdə deyəcək ki, mən oraydım. Ora mənim idi, oradan bura əldim. Məsələ, Quşçu kəndi var Daşkəsəndə. Quşçu kəndi onlara qarşı mübarizə aparıb. Quşçudan gəliblər, adını qoyub Quşçu. Hansı məkandan ki qovurlar, o adı özlərindən gətiriblər. Kim aid olmaqdan asılı olmayaraq adını qoyub ki, ora bizim idi, burada bizimdir. Bu, bunların gələcək üçün planlaşdırılmış siyasi, özü bunların döya. Türkiyədən isə bunların qovulmaqları 1915, 16, 17-ci illərdə xüsusilə oldu. Bildiyiniz kimi Osmanlı Türkiyəsinin başı qarışıq, İstanbul İngilislərin nəzarəti altında ölkə əsasında ittihadçılar arizə dəstələr düzəldib. Atatürk bir yandan, Sultan o biri tərəfdə yaxşı vəziyyətdə döy. 20-ci ildə Atatürk özünü Respublika elan eləyir, hələ Sultan durur burada. Qarışıq bir dövrdür. Bu dövrdə Şərqi Anadoluda bizimkiləri güclü sürətlə ermənilər qırmağa başladı. Sarqamışda da Ruslar və bundan sonra Qarabəkir Paşa onları qabağına qatdı, teylədi. Qırdığını qırdı, qırmadığı keçdi bəriyə. Yəni, bu şəkildə oldu. Erməniləri oradan qovulması əslində onlara qarşı döyüş idi. O namərdlərə qarşı döyüş idi. Onlar ondan sonra keçdi bəriyə. 17-ci ildə inqilabın baş verməsindən sonra ki, və həmən ərəfədə də ki, bunlar İranla, Səlmasan, Urmiyada dövlətlərini qura bilmədilər. Şamiyan ki, gəldi başa, onda Andranik Xoya hücum elədi həmən ərəfədə. Xoyda da burnunu qırdılar, geri döndərdilər. Onda bunlar başladılar, yazışıb, məsləhətləşməyə ki, rast əlimizdə belə bir yer var. Elə buradaca quraq, söhbət hələ Bakı ətrafı idi. Dağlıq Qarabağ bu yanda durur, hələ Gəncə söhbətləri yoxdur. Bunlar burada durmuşdular.
Və sonra yaxşı ki, Türk İslam ordusu onu da deyim ki, təkcə Azərbaycana gəlmədi. Nuru Paşa bura gələndə digər paşa da İrana girdi. Erməni oradan qovdu, oradan erməni köçü bir də bəri gəldi. Yəni bunlar qovulublar. Bunlar köçürülməyiblər. Köçürülmə 1863-ə qədər olubdur. Çar Rusiyası 1863-ə qədər bunlardan köçürüb gətiribdir. Bu başqa şeydir. O məcburi köçkünlərdir. Çar Rusiyası İran ərazisinə nəzarət eləyəndə, Türkiyənin Sarıqamış ərazisinə, yəni Ərzurum tərəfləri, qarşı tərəfləri ələ keçirəndə onlardan köçürüb gətirdiyidir. Amma 1890-cı ildən ta 1917-yə qədər olan dövrdə, 27 il olan dövrdə bunları qovublar. Amma indi burada bir məqam var da, Səyyaf müəllim. Və bunların qovulması, siz dediyiniz qaydada proseslər bu istiqamətdə cərəyan edirdisə, olmazdı mı elə bunları Azərbaycan ərazilərinə qovmaq əvəzinə bunu başqa, tutaq ki, Gürcüstan ərazisinə, yaxud bunları Rusiya ərazisinə göndərsinlər? Bunlar həmin o addım atmaqla növbəti mərhələdə yenə bizə daxil olublar. Gürcüstana da daxil olublar və bilin, onlar Gürcüstanda ən çox biz sarda yerləşiblər. Ən çox Gürcüstanın Türk hissəsində, hansı ki, Nadir Şah bağışlamışdı, Kartli Kaxetiyə acığı tutmuşdu ki, niyə Gəncə xanım onun legitimliyini qəbul eləməyibdi. Onun axmaqlı, səfehliyi ucbatından ki, Gürcüstana biz torpaqlar verdik, həmən torpaqlara gəldilər də, başqa yerə getmədilər. Axalkali biz tərəf idi, Bəri Borçalı tərəf biz tərəfdir, Qarayazı tərəf bizdir, Qaraçöp bizdir. Bunlara gəldilər, elə bilsə qoyana getdilər. Yox, niyə? Çünki İki xristiyan və təriqətlərdə fərq olan xristiyan bir-birinin yola getməz. Erməni bunu əla bilirdi. Erməni müsəlmanın yanına gəlib bilirdi ki, bunlar insaflıdırlar, bunların dini insana insan kimi baxır. Onlar bizim, yəni bunu zəiflik kimi başa düşürlər, amma zəiflik deyil. Allah baxır göydən. Biz öz insanlığımı göstərmişik. Onların törətdiyi bütün bu şeylərə cavab edəcək. Qaldı ki, bayaq sual verdiniz ki, bizim ermənilərlə biz bu nətərdir, informasiya mübarizəsini yaxşı mı aparırıq? Çox güclü aparırıq. Xeyr nədir? Erməniləri qışqırdan əllərə biz onlara haqqında şikayət eləyirik. Onlar özlərim onu qışqırdır. Onlar da bizim şikayətə baxır. Daha yeni formada qışqırdır. Daha yeni formada. Yəni, mən keçən səfər bir veşdə dedim, erməni bir qamçıdır. Onu tutan qol var. Onunla bizi döyəşləyirlər. O qolu biləyi saxlaya bilsə, o qamçı yerə düşsə, heç bir əşya da heç nəyə yaramır. Erməni kimdir ki? Erməniyi qışqırdan var, erməninin Asala təşkilatının dalında durub terroru yaratdıranlar var, o birilər var. Kürd mənim oğludur, erməni mənim kirvəmdir. Bunlar özgədir, yanımda yekələniblər, öz öyümün uşaqlarıdır. Amma görün, onları nə şəkildə gətirib bizə qarşı qoyurlar. Hansı şəkildə yanımızda olan adamları qız verib qız aldığımızı, qohumluq elədiyimiz Kürd öz əmim oğlunu mənlə dalaşdırır. O Türkün bir misali var, meydana çıxır deyir, kim mənlə güləşər? Heç kim dilləmir qorxusundan. Dəli Kürdün, Türkün qabağına kim gedəcək? Əmsol deyir mən. İndi burada bizi mənəmli iddiası ilə bir-birimizə qarşı qoyublar. Erməni də məlumdur, erməni də öz o xristiyanlıq təriqəti ilə salıblar ortaya. Buna bir tarix düzəldiblər. O tarixin içində bu da sözün demək istəyir. Sözün də hamısını bizdən örgənib. Musiqini bizdən örgənib. Söz yaz. Ermənilərin indiyənə qədər bütün şairlərinin hamısı Türk dilində yazıb. Türkçə yazan erməni aşıqlar. Mənim atam 72-ci ildə bir kitab da çap elədi Yerevanda. Bunlar hamısı bizim dildə çalıb oxuyublar. Bunlar hamısı bizim musiqiçilərin böyründə qəmiş kimi gəziblər. Biz tarix ağladanda bu da böyründə kəməncəsini sürtüb, yavaş-yavaş qoşulub böyrümüzə. Erməni nə iş görüb ki? Səməm, yer gəlmişən qeyd biz zurnamızı çalanda bu balabanını üfürüb, Moskvada keçirdikləri bir dənə sərgidə eyni ilə Azərbaycana məxsus olan bütün musiqi alətlərini, yeməkləri, müxtəlif əşyaları, xalçaları erməni adı altında nümayiş elətdiriblər Rusiyada və göstərməyə çalışıblar ki, bu əslində ermənilərinkidir. Siz bir o mənim mətbəximin yanında olur. Mənim əlimə baxıb eləyib, yamsılayıb. Amma nə məni kimi dadlı xörək pişirə bilib, nə məni kimi o musiqini iliyə qədər işləyən dərəcədə çala bilib, nə məni kimi səsdə onu əzə-əzə yerində oxuya bilibdir. Mümkün də deyil. Sadəcə olaraq uzun müddət böyrümüzdə örgəndiyini indi öz adı ilə gedir. Mən məsələn, nəyə deyirəm? Biz erməni tarixini tərcümə eləyib oxumalıyıq, amma özümüzünkündə.
Həm də baxaq görə bizdən nəyi oğurlayıblar, bir də nəyi üstə qoyublar. Biz bəzən danışanda ümumi danışırıq. Onlara da ümumi nifrət bildirirlər, bizə də ümumi nifrət qoyurlar ortaya. Bir tarixlərə də bax, bir yazılara da baxaq. Baxaq görək, bu nəyi düz deyir, onun sözün içində də bəzən həqiqətə oxşayan şey ola bilər. O da yaşayıbdır bu müddətləri, bir 200 il böyrümüzdədir bu köçürüləndən sonra. Kirvəmiz olub, öyümüzün içində olub, öyümüzü tikib, qabağına yemək qoymuşuq, usta kimi qarnını doydurubdur, civinə gedəndə pul qoymuşuq gedibdir, sənətkarlıq eləyibdir, bizim yanımızda xidmətdə olubdur, bizdən dünya gör-götür dünyasıdır. Onlar da götürüblər nəyisə. Amma nəyi götürüblər, nə onlarınki idi, ona əlavə edir, bu başqa məsələdir. Çox sağ olun. İlqar müəllim, deyəsən fikriniz var, buyurun. Siz onu çox doğru buyurdunuz. Mənim də çox gözəl izahını verin. İndi mən onların içində yaşayan bir insan kimi. Birdən gəlin bir-birimizə sual verək. Onlar lap elə birinci insanın, xalqı, milləti önə çəkən onun dilidir. Gəlin elə onların dilinə fikir verin. Bax, tut, araq-araqdır, pomidor pomidordur, xiyar xiyardır, gavalı gavalıdır, alça alçadır, alçadan düzəldilmiş lavaş lavaşdır. Bir özcə o biri sözlərin orasına, burasına düzəliş veriblər. Siz onların bugünkü danışığında diqqətlə qulaq assanız, heç onlara tərcümə də lazım deyil. Hamısı bizim sözlərdir. Adicə bizim milli xörəyimiz, o milli şirniyyatımız, paxlava onlarda paxlavadır. Axı, mənim menumu götürür, ona təzad qoyamazlar. Təzad qoyar. Biz dünyada kompüter istəyəsə edirlər, ona təzadı qoya bilirik. Yox. Kompüterdir də bunun adı. Tar var, bizim tar. Bax, oxuyan tarımız. Onu oynatdığın, əlində axtardığın şeyə mışqa deyirlər də, buna nə deyəcəyik? Olduğu kimi də sağ. Yəni, bu şeylərdə biraz, birisi nətərdir, keçmə sözlər var. Kim yaradıbsa, o sözü də biz qəbul edirik də. Yəni, televizor sözü o cür gəlib, biz də o cür qəbul edirik. Ona təzad qoymuruq, göstərən güclü zad demir ya göstərən ayna demir ya. Televizor deyirik də, televiziya verilişləri deyirik. Niyə? Söz bizə gəlmədi. Onu yaradan bir xalq öz dilində onu ifadə eləyib, o texnologiyada bizə gələndə biz onu öz dili ilə adlandırırıq. Bir sözlə, biz yaratmışıq, onlar bizdən istifadə ediblər və bugün də istifadə o edilməkdədir. adlar ki, onlarda yaşayır, bizim indi deyirik dilimizdədir, erməni oğurlamayıb. Əksinə, onu bizdən götürüb və bizimkinin adı ilə də çağırır. Çox sağ olun, təşəkkür edirəm. Əbdüləzim müəllim, mən istəyirəm ki, biz bir məqamada diqqət yetirək və proseslərin ardıcıllığına baxaq. Türkmənçay müqaviləsi, Ədirnə müqaviləsi və bunun sonraki mərhələsi olaraq ermənilərin Naxçıvana köçürülmə siyasəti və ən vacib məqam. Bu köçürülmə prosesi başa çatdı və müəllimin dediyi kimi artıq 1863-cü ildən sonra belə deyək, bu siyasət dayandı. Sadəcə olaraq onlar digər bölgələrdən qovuldular, pənah gətirdilər Azərbaycana. Amma 1890, 1885, 1887, 1890-cı illərdə bunlar konkret olaraq yaratdıqları deməli, Fransada, o cümlədən İsveçrədə və Rusiyada yaratdıqları, bir də Gürcüstan ərazisində yaratdıqları müəyyən ictimai birliklər deyə indiki terminlə, o birliklər vasitəsilə konkret olaraq özlərinin Üzr istəyirəm, bizə kəlmədə deyim nəyi? Onlar qovuldular deyəndə, onları ki, ərazidən uzlaşdırırlar, sərhəddi keçəndə İranda da, bizdə də sərhəddə dayanan Ruslar. Ruslar onları qarşıladı, əraziyə qəbul elədi. Yəni, o birbaşa bizə gələndə oranı xüsusi olaraq nətərdir, nişanlamamışlar ki, bura gedirik. Yürüdülər Rus qardaşlarının yanına. Və Rus qardaşlar da ondan çox məharətlə istifadə edirlər, bugünkü siyasətlərini həyata keçirmək. 17 ildən sonra da hər iki yerdə niyyətləri baş tutmayanda Azərbaycan ərazisində erməni dövlətini yaratmaq ortaya qoydular. Başqa bir şey deyil. Çox sağ olun. Bəli, bir daha xatırladıram. Deməli, 1885-ci ildə Fransada, 1887-ci ildə İsveçrədə, 1890-cı ildə Gürcüstan və Rusiya ərazisindəki bu ictimai birliklərinin fəaliyyətlərini ortaya atdılar və artıq burada onlar özlərinin siyasi iddialarını və torpaq iddialarını ortaya qoydular. İstəyirəm bu barədə danışasınız. Bir söz çox doğru qeyd elədiniz. Burada həqiqətən də onlar artıq 19-cu əsrin sonlarında dünyanın müxtəlif ölkələrində, o cümlədə 1890 dediyiniz kimi İncaq Partiyasını yaratdılar və 1890-cı ildə onlar Tiflisdə Daşnaqsutun Partiyasının əsasını qoydular. Daşnaqsutun Partiyası yarandıqdan sonra onların birinci qurultayında qəbul olan onun proqramında qarşıda qoyulan əsas məqsəd gələcək böyük Ermənistan dövlətinin yaradılması oldu. Və qısa müddət ərzində Daşnaqsutun Partiyası öz ətrafına çox fəallar toplaya bilir və bir faktı nəzərdən qaçırmaq olmaz ki, Daşnaqsutun Partiyasının fəallığı çoxalmış və onun dəstələri o qədər artmış ki, artıq onlar həmin dövrdə Rusiya imperiyası daxilində imperiyanın özü üçün böyük hərəkət törədirdilər. Və təsadüfi deyildir ki, 1908-1912-ci illərdə Rusiya imperiyasında hökumətin göstərişi əsasında
8000-ə yaxın deməli Daşnaqüstü Partiyasının fəal üzvü həbs olunmuş, onlar müxtəlif müddətlərə həbs cəzalarına məhkum edilmişlər. Ancaq bəli, birinci Dünya müharibəsinin başlanması, həmin dövrdə Rusiyası 2-ci Nikolayın bəli Türkiyə ərazisindən Ermənistana torpaq verilməsi və böyük erməni dövlətinin yaradılmasına köməklik göstərilməsi məsələsi ortaya qoyulur və həmin dövrdə həbs olunan deməli o Daşnaq dəstəsinin üzvləri həbsdən azad olunur və onların timsalında yerli deməli mübarizə dəstələri yaradılır. Bəli, həmin siyasi birliklər, siyasi partiyalar yarandıqdan sonra artıq onlar öz Ermənistan dövlətinin, gələcək Ermənistan dövlətinin yaradılması haqqında öz mənfur niyyətlərini deməli irəli sürürlər. Və çox təəssüf və doğuran haldır ki, həmin dövrdə Rusiya imperiyası ermənilərin deməli bu mənfur ideyasını müdafiə etmiş, onların hər vasitələ Qafqazda möhkəmlənməsinə, eyni zamanda bugünkü Ermənistan dövlətinin yaradılmasına çox fəal yardımcı olmuşlar. Və bu təsadüfi deyil. Və 1918-ci ildə Ermənistan Respublikası elan olundu. Daha sonrası Ermənistanda Sovet hakimiyyəti elan edildi. Yəni Sovetlər Birliyi dövründə artıq hakimiyyətdə kommunistlər idi. Yəni onların ideyası ilə köhnə o Çar imperiyasında olan ali dövlət məmurlarının ideyası arasında kəskin fərqlər varmışdı. Ölkədə fərqlər vardı. Ölkədə inqilab baş vermişdi. Lakin çox təəssüf olsun ki, həmin dövrdə Sovetlər Birliyində rəhbər vəzifəsində, xüsusilə sonralar Sovet dövlətinin rəhbəri olan Yosif Stalin, Sergey Ordzhonikidze onlar deməli bu mənfur niyyətlərini müdafiə etdilər. Məsələn, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına nail ola bildilər. Eyni zamanda Azərbaycanın tarixi ərazisi olan Zəngəzur qəzası zorla deməli ilhaq edilib, onun böyük bir hissəsi ermənilərə verildi. Bəli, bu partiya yarandıqdan sonra artıq onlar konkret formada öz dövlətlərinin yaradılması ideyasını irəli sürmək yox, öz dövlətlərinin yaradılması planını həyata keçirməyə başladı. Və bu məsələdə belə deyək, həmin bu proseslərin tənzimlənməsində müəyyən mənada Sovetlər dövründə onlar Pyotrun vəsiyyətinə istinad edirlər. Baxmayaraq ki, qeyd etdiyiniz müəyyən ideoloji xəttə və siyasi fəaliyyətdə dəyişiklik var, amma strategiya birdir. Bəli, strategiya məhz Pyotrdan qaynaqlanan strategiyadır, onlar müdafiə olunurlar. Reallaşdırdılar. Çox sağ olun. Proqramın sona çatdırmaq istərdim. Səyyah müəllim, siz sonda 2 dəqiqə müddətində bunlarla bağlı ümumi fikirlərinizi deyəsiniz və hardasa müəyyən mənada bəlkə bu ermənilərin bu ideoloji işi ilə bağlı əlavə nəsə sizin cəmiyyətə ünvanlayacağınız bir sözünüz varsa 2 dəqiqə müddətinə xahiş edirəm cavablandırın. Ermənilərin dünyada apardıqları ideoloji işlər, mən deyərdim ki, yeni sözlər də deyil, ta köynədən çiynənən saqqızdır ki, oraya heç nə əlavə olunmuyor. Və onlar hər yeni törənən nəsillər dəyişə-dəyişə gedir. Daha çox məlumat verməyə çalışırlar və bunu müxtəlif, üzə çirkin üsullarla. Bu işdə ermənilərin qadınları və qızları gözəl rol oynayır. Onlar müxtəlif, deyək ki, iş adamlarının, dövlət adamlarının və yaxud gələcəkdə böyük addımlar ata biləcək ki, xaricdəki o adamlar var, nüfuzlu adamların uşaqları, yaxşı məktəb qutarmış uşaqlar ki, hansı ki, perspektiv göndərir, onların yanındadır bunların qadınları, qızları, onların qoynunda öz işlərini görürlər. O cavanlar da, cavan vaxtı, qoxuduqları o ətiri yadından çıxardanmırlar, haradasa elə əvvəl ona özlərini borcluysa verirlər o dostluğa. İkinci bir tərəfdən də, bax, büyünün özündə, Amerikanın özündə Türkə Türk deyirdilər, heç bilmirdilər müsəlmandır. Yəni, əhali o qədər məlumatsız idi. Amerikanı maraqlandırmırdı. Amerikanı özünün geyinməyi, rahatlıq adamlarını, vətəndaşlarını sakitlik yaradır və dünyanı bir də sübürmək yaradır. Bu günləri, millətləri biz özümüzü də Amerikaya, dünyaya tanıtmaq üçün müəyyən müddətlər keçəcək. Biz təzə dövlətik. Biz bu günləri geniş böyük diplomatiyamızı, geniş böyük xaricdəki əlaqələrimizi yerinə yetirmək üçün birinci növbədə iqtisadiyyatdakı inkişafımızı gündən-günə yüksəltməliyik. Yəni, bu barədə hər kəs fikirləşib çalışmalıdır. Eyni zamanda insanlarımız elmini, biliyini atırmalıdır. Bugün dünyanı idarə edən güclərin tarixini dərindən öyrənməliyik. Biz o tarixdə coğrafiyalara diqqət eləməliyik. Onların dünəndən bugünə qədər apardığı dünyadakı bölgü siyasətinə baxmalıyıq. Biz bundan qabaq Bushun İraqa, Əfqanistana hücumuna baxmalıyıq, sonraki Ərəb baharına baxmalıyıq. Dünyada bunlar, bu güclər hansı hissəni görəcək, bizi hansı hissədə görmək istəyir. Biz öz məqamımızı, yerimizi tutmaq uğrunda artıq mübarizə aparmalıyıq. Erməni çox xırda mübarizədir. Erməni mübarizə deyil. Erməni sadəcə bizim vaxtımızı alıb başqa bir şey haqqında düşünmək əvəzinə düşüncəmizi, yönünü dəyişdirmək üçündür. Erməni nə bizə bu dəqiqə hücum eləmək gücündədir, ya eləyərsə də burnundan vurmağa qadir ordumuz var
və yaxud da dünya gücləri, birlikləri bir qədər bizim haqq məsələmizdə namərdlik eləməsələr, inan elə bu gecə girsək, birinci, ikinci günü bayrağı hər yerdə dalğalandırarıq. Biraz maneçilik olan var. Mən sadəcə olaraq bütün insanlarımıza oxumağı, çoxlu biliklər əldə eləməyi arzu edirəm və bu biliklərinlə də büyün dünyaya çıxırıq, biz inteqrasiya edirik. Hər yerdə hansı ölkəyə girirsən, orada Azərbaycanlı var. Uçub gedib düşüb ora. O hazırlıqlı olsa, orada tanış olduğu 5 adamın yanında ağıllı, məntiqli söhbət eləsə, onda əlbəttə ki, biz çox şeyə nail olarıq. Yoxsa kimsə alver üçün gedir, özünə bir paltar alıb gələcək, ya nəyisə satıb gələcək, ya orada nəsə 5 manat götürüb gələcək. Bu başqa şeydir. Bu təbii ki, bizim informasiyamızı, bizim özümüzü tanıtmamızı ləngidən bir şeydir, bəli. Çox sağ olun, minnətdaram. İlqar müəllim, sonda bir dəqiqə müddətində, əgər sözünüz varsa, buyurun dinləyin, proqramımızı yekunlaşdıraq. Mən arzulayardım gənclərə xüsusən. Mən tarixçi deyiləm, amma tarixi sevirəm. Tarixi oxumaq istəyirəm. Bayaq müəllimin gözəl bir təklifi oldu. Hər kəs öz sayəsində, öz işində, öz gücündə, ölkə üçün, vətən üçün, Qarabağımız üçün, bütöv Azərbaycanımız üçün nəsə bir iş görə bilirsə və onu görürsə, bunun özü elə qələbədir. Çox sağ olun, mən sizin hər birinizə təşəkkür edirəm. Hörmətli tamaşaçılar, onda diqqətinizə çatdırım ki, artıq proqramımız sona çatdı və bugün bizim proqramda ekspert qismində iştirak edən şəxsləri bir daha sizlərə təqdim edirəm. Səyyaf Sədnikoğlu, tarixçi, etnoqraf, alim, İlqar Qasımov, tədqiqatçı, Ağdərə rayon sakini, o cümlədən Əbdüləziz Məmmədov, Yevlax şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi. Bir daha təşəkkür edirəm. Bugünkü müzakirələrdən gələn qənaət ondan ibarət ki, bəli, ermənilərin Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürülmə siyasətinin arxasında çox böyük siyasi oyunlar dayanır və bu oyunun əsas vasitəçisi və bu prosesin tənzimlənməsində Çar Rusiyası, sonraki mərhələdə isə Sovet Rusiyası çox mühüm rol oynadı. Ancaq bütün bunlara baxmayaraq, biz ekspertlərimizin də vurğuladığı kimi bu informasiya savaşında özümüzün və xalqımızın mənəvi dəyərlərini və ideoloji işini dünya çapında yaymaq üçün həqiqətən də çox böyük bilgiyə sahib olmayıq və bu işi ətraflı şəkildə bütün detallarına qədər analitik təhlil əsasında dünya çapında yaymalıyıq. Bugünkü proqramımız sona çatdı. Növbəti proqramda görüşənədək.